Elektrik potensialı, elektrik sahəsində görülən iş mövzusuna baxırıq. Test 1-də nə deyir? Birincidə daha doğrusu bir cins Y elektrik sahəsi içərisindəki K, L və M nöqtələrinin elektrik potensialları arasındakı əlaqəni müəyyən edin. Baxın intensivlik xətlərinə, görürsünüz onlar hara doğru gedirlər. Qüvvə xətləri həmişə müsbətdən çıxıb mənfiyə doğru gedirlər. Bunların istiqaməti bu formada olur. Və biz bilirik ki, potensial, elektrik potensialı həmişə mənfiyə doğru getdikcə azalır. Mənfiyə doğru getdikcə azalır. Ona görə də yazırıq, fi K bərabər olacaq fi L-ə, eyni yerdədirlər. Çünki fi K bərabər olacaq fi L-ə, onlar da böyük olacaq fi M-dən. Çünki mənfiyə doğru potensial azalır. Burada da cavab hansıdır? Baxırıq. A variantı doğru cavabdır.